Salamlayıram Azərbaycan xalqını. Bugün mayın 10-u Ulu Öndər Heydər Əliyevin ad günüdür. Bugünkü günü mənim sevincimin həddi buluğu yoxdur. Ümumi liderimiz Heydər Əliyev cənablarının ad günüdür. Ali Başkomandanın atasının ad günüdür bu günləri mayın 10-u. Cənab prezidentimizə uzun ömür can sağlığını arzu edirəm. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqının yolunda çox işlər gördü. Bəli, Ulu Öndərin sayəsində bugünkü gün Azərbaycan xalqı gözəl yaşayır və onun davamçısı möhtərəm prezidentimiz dahi şəxsiyyətin oğlu Ali Başkomandan İlham Əliyev cənabları bu siyasəti uğurla aparır. Bəli, bugünkü gün mənim şad günümdür. Çünki özüm də yüksək səviyyədə bu günləri hazırlaşmışam, tədbirə gedəcəyəm, bu günləri tədbirə çıxış eləyəcəyəm, ateşfaşanlıq olacaq Lənkəranda. Mənim sevincimin həddi buluğu yoxdur. Bütün Azərbaycan xalqı ilə ümumi liderimiz Heydər Əliyev cənablarının bu günləri ad günüdür, mayın 10-u. Bu ad günü mənim üçün böyük bir qürur hissi ilə mən bugünkü günü çıxış edirəm Azərbaycan xalqının qarşısında. Əziz xalqım, ümumi liderimizin ad günü bütün dünyada keçirilir və Azərbaycanımızda da. Çünki Ulu Öndər bizim üçün çox işlər gördü. Ümumi liderimiz Heydər Əliyev cənabları bizim üçün çox işlər gördü. Allah cənab prezidentimizə uzun ömür can sağlamlığı, Allah gələn günlərini cənab prezidentimizin xeyir eləsin. Çünki Ulu Öndər dahi şəxsiyyətin oğludur. Azərbaycan prezidentimiz İlham Əliyev cənabları. Mən dahi şəxsiyyətlə 20 ildir Heydər Əliyev siyasətini aparan oğlanam Lənkəranda. Bütün sosial şəbəkələrdə çıxışlarım gedir. YouTube'da, Facebook'da, Instagram, TikTok'da hamısında Rəşad Əliyev yazın, bütün sosial şəbəkələrdə mənim çıxışlarım gedir. Bir nömrəli yeganə adamım ki, nəhəng liderin adamı Rəşad Əliyev Lənkəran sakini və özüm də fəxri fərmana hazırlaşıram Azərbaycan prezidentinin əlindən. Sürprizdə ev mənə zəng eləyiblər ki, bu günləri zəng elədilər, Pərşənbəkən bir 15 dənə yerdən mənə zəng eləyiblər ki, Rəşad Əliyev hazırlaş, sürprizdə ev veriləcək, sənə Ağşəhərdə ev nəzərdə tutulub və Ali Başkomandanın əlindən birbaşa fəxri fərmana hazırlaş Rəşad Əliyev. Mənim yüksək səviyyədə sevincimin həddi buluğu yoxdur. Məhz Ulu Öndərin ad gününə təsadüf elədi. Lap mənim sevincimin həddi buluğu yoxdur. Çünki Ulu Öndər Azərbaycanın yolunda can qoyub.